Mən sizə 4-cü səviyyədə olan xərçəng xəstəsi haqqında məlumat vermək istəyirəm. Deməli, ayın 3 iyul 2025-ci il tarixində çəkilmiş kompüter tomoqrafiyası nəticəsi və 9 yanvar 2026-cı ildə çəkilmiş kompüter tomoqrafiyasının nəticəsi. Burada əhəmiyyətli dərəcədə dəyişiklik görünür. Yəni ki, 3 iyul tarixində, 3 iyul 2025-ci il tarixində kompüter tomoqrafiyasında görünür ki, ağciyər ətrafında olan şişlərdə proqres izlənilir, yəni inkişaf izlənilir və 9 yanvar 2026-cı il tarixdə çəkilən kompüter tomoqrafiyası nəticəsində orada görünür ki, o əvvəlki, yəni kompüter tomoqrafiyasına müqayisədə törəmə tam olaraq gerilənmişdir və burada demək olar ki, patologiya minimal səviyyəyə düşmüşdür. Bunu biz qan analizlərinin nəticəsində də görə bilərik. 2 iyul tarixində AFP qan analizində 9,72 göstərir. Halbuki bu olmalıdır. Bunun referans aralığı 0 ilə 9 arasında olmalıdır. 0 ilə 9 arasında. Amma 7 yanvar 2026-cı il tarixdə bu 9,72 düşmüşdür 37-yə. Yəni ki, demək olar ki, patologiya tam olaraq geriləmişdir. Və bunun geriləməsinin səbəbi xəstəyə verilən qida əlavələri nəticəsində olmuşdur. Xəstəyə verilən qida əlavələri onun immunitetini yüksək saxladığına görə xərçəng xəstəliyi demək olar ki, tam olaraq geriləmişdir və xəstə özünü çox rahat və yaxşı hiss edir. Gündəlik həyat fəaliyyətinə qayıtmışdır.